Salam dostlar. Bugün tamamilə yeni, sıfırdan başlayan bir proqramlaşdırma seriyasına start veririk. Məqsədimiz tək bir kod yazaraq həm Android, həm də iOS telefonları üçün proqramlar hazırlamağı öyrənməkdir. Bunun üçün bizə Flutter və onun istifadə etdiyi Dart dili kömək edəcək. İlk olaraq biz nə edirik? Bizim əsas qəhrəmanımız olan Flutter-ı kompüterimizə yükləməliyik. Amma bundan əlavə sizə bir neçə şey əsas olaraq qeyd edeyim. Mən bu videoları və dərsləri VS Code üzərindən davam edəcəm deyə VS Code üzərindən yükləməni və onun üzərindən kod yazmaq üzrə videolar çəkəcəm. Yəni siz istəsəz, yəqin ki, internetdə birbaşa Android Studiodan yazmaq və sair adlı videolar tapa bilərsiniz, amma mənim üçün daha rahat olan VS Code olduğu üçün bunun üzərindən dərslər seçməyə davam edəcəm. İlk olaraq nə edirik? Bizə həm VS Code lazım olacaq burada, həm də Android Studio. Başlayıq nədən? Biz Flutter-da avant yazdıqdan sonra brauzerimizə Install Flutter hissəsini klikləyirik. Buradan quick start bölməsinə daxil olduqdan sonra əməliyyat sisteminizi seçirsiniz. Mac-a, Linux-a və s. hər nədirsə, Windows-un, məsələn, məndə Windows olduğu üçün Windows-u seçirəm. Və aşağı düşürəm Install and Setup Flutter hissəsinə. Bu nədir? Flutter necə işləmək, onun setup elədiyini başa salacaq. İlk olaraq bizə VS Code artıq yüklüdürsə, biz 2 dənə extension yükləməliyik VS Code-a. Bunlardan biri Dart extension, digəri isə Flutter extensiondur. Nə edirik? VS Code-umuza daxil olduqdan sonra buradakı extension bölməsindən Flutter yazırıq. Dart kod tərəfindən yaradılan bu extensionu install edərək yükləyirik. Daha sonra isə biz Dart yazırıq. Yenə də Dart kod tərəfindən yaradılan bu extensionu install edərək yükləyirik. Bunları yüklədikdən sonra baxaq bizə nə deyir? Flutter-ın özü. Deyir ki, bu əmrlər vasitəsilə daxil olun və Flutter New Project hissəsini keçək. OK, View hissəsinə daxil oldum. Buradan gəldim. Fərz eləyək ki, bu yoxdur. Yazıram bura Flutter. Flutter yazıram. Baxın, burada Flutter New Project hissəsi gəlir. Bunu basdıqdan sonra belə bir ekran əvəzinə sizə çıxacaq ki, bəs SDK-nı hara işləyirsiniz, kompüterinizə hara işləyirsiniz? Siz həmin pəncərədən mən məsləhət verərdim ki, lokal diski seçəsiniz. Yəni sizin daxili C diskinizi seçəsiniz. Və Flutter başlasın buraya yükləməyə. Gördüyünüz kimi məndə də C diskinin içində Flutter yüklü olacaq. Baxın, Flutter SDK-sı buraya yüklənir. Və sizlər VS Code-un daxilində hardasa baxın bu mouse'un bu hissələrində bir bildiriş çıxacaq. Həmin bildiriş bundan ibarət olacaq ki, bəs SDK yüklənir, bu bir neçə dəqiqə çəkəcək. Bu müddət ərzində yüklədikdən sonra sizin VS Code istəyəcək ki, SDK-nı pətə əlavə eləsin. Əgər bu çıxmasa, çox ehtimalla çıxmalı. Əgər çıxmasa, nə edirsiniz? Deməli, daxil olursunuz buradan Flutter-ın, həmin C diskinə yüklənən Flutter-ınıza. Yüklədikdən sonra bunun bin faylı var. Buna daxil olursunuz. Bu bin hissəsinin artıq bizə fayl yolu lazım olacaq. Bu fayl yolunu kopyaladıqdan sonra gəlsiniz search hissəsinə, environment variable hissəsinə daxil olmaq üçün elə environment sözü yazdıqda belə bir dənə pəncərəmiz artıq ekrana gəlmiş olacaq. Siz buradan environment variable hissəsinə daxil olaraq buradakı path hissəsinə 2 dəfə klik etdikdə və gəlirsiniz burada həmin pəthi əlavə edib oku basırsınız. Amma hal-hazırda gördüyünüz kimi, baxın, bu hissədə məndə həmin pət aktivdir. Bu əmr vasitəsilə bizim kompüterimiz Flutter, terminalda olan Flutter əmrlərini tanıyacaq. Gəlin bunu test edək. İlk olaraq nə edirik? Biz CMD ekranını açırıq. Bunu Run as Administrator kimi istifadə edirik. İcazəni verdikdən sonra gəlirik bura, hansı əmri qeyd edirik. Baxın, gəlirik bura, buradan Flutter Doctor əmrini qeyd edirik. Bu bizə hal-hazırda Flutter'ın yüklü olmadığını, yüklüdürsə istifadə edib bilməyəcək, istifadə olunmursa hansı problemlər var onu göstərəcək. Flutter Doctor əmrini işlətdikdə və başlayır bir-bir çek eləməyə. Hal-hazırda bizə bir dənə problem yoxdur. Bu desktop əpləri üçündür. Ona görə bizim dərsimizdə mobil application üzrə getdiyi üçün bu xəta bizə lazım olmayacaq. Amma sizə çox ehtimal ki, bu əmr işlədikdə bir neçə problemlər çıxacaq.
Həmin problemlərdən əsasən Android Studio ilə bağlı olacaq. Əgər Android Studio əvvəldən işlədirsinizsə, çox ehtimal bu problem olmaya bilər. Amma yox, ilk dəfə yüklədisə, yəni gəlib Android Studio yazırsınız, download elədisə, bütün Next bölməni seçib yüklədisə, burada bir neçə ayar sizə lazım olacaq. Bunlardan biri nədir? Tools bölməsi. Gəlin siz SDK Tools bölməsinə, SDK Manager hissəsinə daxil olursunuz. Və buradan içindən əsas lazım olan SDK platformu SDK Tools tablarıdır. SDK platformundan çox ehtimal ki, Android 16 sizə yüklü gələcək. Yüklü gəlməsə, bax burada məsələn olmayan birinə klik edirəm, buradan apply bassam başlayır yüklənməyə. Mən məsləhət görərəm ki, Android 16 API 36 olanı yükləyəsiniz. Məndən hazır install. Bu yüklənir. Bu bir müddət çəkə bilər, uzun müddət. Çox da uzun olmayacaq. Amma alacaq vaxtınızı. Daha sonra SDK Tools bölməsinə gələrək, əgər bu da yüklü deyilsə, buradan Line Tools hissəsinin ən sonuncunu klik eləyərək onu yükləyir. Yəni apply basırsınız və başlayır yüklənməyə. Bu da bir vaxt müddətinizi alacaq. Bunlar hamısı yüklədikdən sonra yenidən gəlin Flutter Doctor əmrini istifadə edin. Heç bir problem qalmadığı halda artıq biz Flutter'ı rahat şəkildə kompüterimizdə istifadə edə bilərik. Bunun üçün də nə edirik? Gəlirik Flutter'a, bu hissəni çıxarıb. Yenidən mən gəlib View hissəsindən bu hissədən daxil Flutter Main Project seçirəm. Application yaradacağım üçün application seçirəm. Məndən də soruşur ki, ən birinci burada sözümü kəsirəm və sizin. Ən birinci halda necə soruşurdu ki, dedim, sizə bir dənə dialoq pəncərəsi çıxacaq, hansı ki, Flutter'ın SDK-sını yükləmək lazım olduğunu soruşacaq. Eyni şəkildə bir dənə pəncərə açılır. Siz indi application-ınızı harada yaratmaq istəyirsiniz? Məsəl üçün, mən C-diskimin içində, Search Search Company folderinin içində burada yaratmaq istəyirəm. Və burada məndən soruşur ki, application-ınızın adı nə olsun? Belə bir dənə məsləhət özü ad verir. Siz test sesinin hələlik öyrənmək üçün istifadə üçün bunun adını dəyişməyə bilərsiniz. Amma gələcəkdə burada məsləhət görərdim ki, yaratdığınız kodun proqramın adını deyə yazasınız. Enter basdıqdan sonra burada hansılar ki sizə lazımdır, onlar hamısı seçili olacaq. Əsasda Android, iOS-u seçməyi unutmayın. Bu altısı seçili olsa okey. Okey basırsınız. Və başlayır Flutter üçün özünə lazım olan Android fayllarıdır, iOS fayllarıdır, onu istifadə edən bəzi fayllar hamısını yüklənir. Baxın, bir-bir başladı yükləməyə hamısını. Okey, yüklədi. Və bu videonun artıq sonudur. Bu bizim Flutter'ı necə öz kontentimizi yükləmək lazım olduğu haqda videodur. Necə sual yaranarsa şərhlər bölməsinə yaza bilərsiniz. Oradan bir şəkildə cavablandırıb sizə kömək etməyə çalışacağam. Və bu ilk videomuzun sonudur. Sağ olun.